Xırdalan şəhərinin mərkəzində, Heydər Əliyev parkının tam yanında, Xruşovka layihəli köhnə tikili binada qanuni 3 otaqdan ibarət mənzil təqdim edirəm sizlərə. Təqdimata başladıq mənzilimizin qonaq otağından. Mənzilimizin müəyyən qədər təmirə ehtiyacı var. Bunlar hamısı nəzərə alınıb qiymətdə. Xruşovka layihəli binada yerləşir. Qonaq otağından belə bir qapalı eyvanı var. Binanın geniş həyət hissəsi var. Çox gözəl, səliqəli həyəti var binanın. Yerləşmə yeri çox gözəldir, yəni tam mərkəzdə yerləşir. Heydər Əliyev parkının yanında. Xruşovka layihəli binada yerləşir. Bu isə yataq otağıdır, uşaqlar üçün nəzərdə tutulmuş. Skvoznoy mənzildir, hər iki tərəfə istiqamətə çıxışı var. Yelçəkən mənzildir, geniş həyət hissəsi var. Əla təklifdir. Buyurub yararlana bilərsiniz. Kupçalıdır, təbii ki, kupçası hazır əlindədir. Xruşovka layihəli tam qanuni 3 otaqdan ibarətdir. Təqdimata davam edək digər hissələrlə. Mənzilimizin əsas giriş qapısıdır. Giriş qapıdan daxil olarkən sizi qarşılayır belə bir dəhliz. Solda daha bir yataq otağımız var. Geniş yataq otağı. Bu yataq otağında eyvan hissəsi var. Eyvanlarda artırma olub, geniş eyvan hissələri var. Hər iki istiqamətdə mənzilimizin. Xruşovka layihəli 4 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir mənzilimiz. Bu layihələr binalarda damlar filan hamısı dəyişilib, yenilənib, heç bir problem yaşanmır. Onu xüsusilə qeyd etmək istəyirəm. Bu hissədə sizə təqdim etdim qonaq otağı, daha bir detisk otağı. İrəlilədikdə sağda sanuzeldir. Sanuzelin tamamilə təmirə ehtiyacı var. Və belə bir mətbəximizdir. Xruşovka layihəsinə məxsus kiçik bir mətbəx. Buradan isə binamızın həyətinə baxışdır. Baxın, geniş bir həyət hissəsi var. Rahatlıqla avtomobil park etmək mümkündür. Sizin də satışda olan əmlaklarınız barədə bizə məlumat verə bilərsiniz. 050 521 41 88 mənim əlaqə nömrəmdir. Ətraflı məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz. Bu layihələrdə, bu binalarda, Xruşovka layihələrində 3 otaq qanuni əla bir qiymətə təklif edirəm sizlərə. Yelçəkən. Ətraflı məlumat almaq üçün YouTube kanalımıza abunə olursunuz. Bizi Instagram və TikTokdan izləyirsiniz. Satışda olan əmlaklarınız barədə bizə məlumat verirsiniz. Bu günə bu qədər. Növbəti çəkilişdə görüşənədək.